Bu yolda olanlar haqqında çox sözlər danışılar. Çox böhtanlar atılar. Çox olmayan eyibləri onlara nisbət verərlər. Məsxər edərlər, rişxənd edərlər, ələ salarlar. Amma bütün bunlar yollarından yayındırmaz. La yəxafunə ləvmətə laim. Bunları bildirdikdən sonra gözəl sonluq verir ayəyə. Buyurur ki, zəlikə fadlullah yu'tihi mən yəşə. Bu Allahın fəzlidir ki, istədiyinə inayət eləyir. Öz istədiyi bəndələrə Allah bu fəzli inayət eləyir. Allahın lütfu olmalıdır ki, insan bu yolda sabit qədəm olsun. Bu vilayət Allahın lütfüdür. Qəlbə bəxş olunan bir nuraniyyətdir. Bu xüsusi bir lütfdür. Zəhmətlə əldə olunmur. Allahın inayətidir, minnətidir insanların boynuna. Zalikə fazlullah, bu Allahın lütfüdür.